Oğlan uşaqlarında, xayalarında şişkinlik, bəzən də rəng dəyişimi nədən yaranır və niyə olur? Valideynləri çox narahat edir bu hallar. Bir, şişkinlik yaradan səbəb ola bilər qasıq yırtığı, ikinci ola bilər hidroseli, yəni ora mayenin yığılması. Qasıq yırtığı qırıja dediyimiz hal ki, bağırsaq düşür. Üçüncü, bəzən ola bilər epididimit və yaxud xaya burulması. Qasıq yırtığı və hidroselidə əgər boğulma yoxdursa, yəni yırtıq girib boğulmayıbsa, xayada rəng dəyişimi olmur. Yırtıq boğulan zaman, yəni ora girib kütlə sıxıldığı zaman xayada rəng dəyişimi ola bilər və xayada rəng dəyişimi şişkinliyi yaradan ən təhlükəli səbəbdən biri də xaya burulmasıdır ki, xaya öz ox ətrafında burula bilər, qan dövranı pozulduğuna görə artıq orada çürümə prosesləri baş verir. Bu da şişkinlik ödemli və daş kimi hiss olunur və xaya yuxarıya doğru çəkilmiş olunur. Valideynlərə səslənirik, əlbəttə ki, hidrosel və digər hallarda xayanın kistası da ola bilər, mayel kist halda. Bunlar çox da təhlükəli bir deyil, vaxtında planlı şəkildə cərrahi olunurlar. Amma boğulmuş qasıq yırtığı və xaya burulması olduğu halları biz inkar etməkdən ötürü bu tip xəstələrə təcili cərrahi müdaxilə tələb oluna bilər ki, mütləq professional ultrasəs müayinəsindən keçməlidirlər. Valideynlər diqqətli olun. Təşəkkürlər.